Salam, hər birinizi xoş gördük. Bu videoda mən sizə bugün, yəni 30 may tarixində Artenin təşkil etdiyi sınaq suallarından informatika ixtisasının kurikulum suallarını izahını verəcəm. Ümid eləyirəm ki, hər biriniz sınağı yaxşı yazarsınız. Və keçid alaq vaxt itirmədən sınaq suallarına qeyd edeyim ki, əvvəl izah elədiyim iki ixtisasdan fərqli olaraq informatika suallarında daha çox belə deyək, uzun suallara yer verilib. Ona görə də diqqətli olmağınızı tövsiyə edərdim. Birinci sualımızla başlayaq. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzusunu izah etdikdən sonra şagirdlərə tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı bir layihə hazırlayın. İstəsəniz Excel və ya Google Sheets-də diaqram qurun. Canva ilə infografika hazırlayın. Təqdimat yaradın və ya məlumatların təqdimatı mövzusunda qısa videoçarx hazırlayın. Tapşırığın formasını siz seçin. Müəllimin tapşırığı bu cür verməsində əsas məqsəd nədir? Müəllim istəyir ki, şagirdlər yalnız diaqramlarla işləməyi öyrənsin. Xeyr, burada təkcə diaqramlarla işləməkdən söhbət getmir. Gördüyünüz kimi təqdimat var, diaqram var, daha sonra infografika var. Yəni təkcə əgər diaqram olsaydı, biz sadəcə elə deyərdik ki, Excel və ya Google Sheets-də diaqram qurun. Ona görə A variantı çıxdı. Müəllim bu yanaşma ilə şagirdlərin təqdimat proqramlarında texniki biliklərini artırmaq istəyir. Ə, Təqdimat proqramlarına sırf yönəlmədiyimizə görə, digər proqramlar da olduğuna görə biz B variantını da tam dolğun cavab kimi götürə bilmirik. Müəllimin məqsədi dərsdə əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaqdır. Burada əyləncəli və rahat bir təqdimat atmosferi yaratmaq bizim əsas məqsədimiz deyil. Bizim əsas məqsədimiz şagird hansı marağına uyğun olan üsulu seçsin və daha yaxşı öyrənsin. D variantımız düzgün ola bilər. Bəli, müəllim bu tapşırığın nəticəsində şagirdin hansı üsulla daha yaxşı öyrəndiyini müəyyənləşdirmək istəyir və D elə düzgün variantımız olacaq. Çünki bunu biz hardan bilirik? Tapşırığın formasını şagirdin öz ixtiyarına buraxaraq. Y variantı müəllim təqdimatın formasını şagirdlərin öhdəsinə buraxmaqla öz iş yükünü azaltmaq və onların müstəqil çalışma bacarıqlarını inkişaf etdirmək istəyir. Müstəqil çalışma hissəsi düzgündür, amma bu demək deyil ki, mənim iş yüküm azalır. Ona görə də Y variantımız ümumiyyətlə düzgün variant deyil. Bir daha deyirəm, bu tip suallarda ən belə deyək də dolğun cavab ən optimal variantdır. İkinci suala baxaq. Aşağıdakı problemi proqramlaşdıraraq həll edin. İki nöqtə arasındakı məsafəni hesablamaq üçün Pifaqor teoremindən istifadə edən bir proqram hazırlayın. Nöqtələrin koordinatları verilir. Proqram istifadəçidən D ədədi üçün giriş qəbul etməli və məsafəni onluq kəsir şəklində çıxışda göstərməlidir. Texniki tələblərimiz istifadəçilər float input funksiyası ilə D koordinatını daxil etsin. Proqram məsafəni Pifaqor teoreminə əsasən hesablamalıdır. Kök altında nəysə bunu oxumuram. Nəticə print vasitəsilə onluq kəsir kimi çap olunmalıdır. Tapşırıq bulumun idrak taksonomiyasının hansı mərhələsini inkişaf etdirməyə xidmət edir? İnformatika müəllimləri yəqin ki, məni təsdiqləyər ki, bunun üçün bizə bir belə deyək də hazır bir ardıcıllıq verilib. Yəni bir proses var. Zaten burada bizə də həmin o proses təqdim olunur və biz bilirik ki, əgər bizə bir şeyi hesablamaq üçün yol verilibsə, yəni düstur, üsul, ardıcıllıq verilibsə və biz onu ediriksə, icra ediriksə, bu anlamaqdır. Bu müasir keçən ilin dəyişikliyinə əsasəndir. Yox, əgər verilməmiş olsaydı, məsələn, mənə sadəcə deyilmiş olsaydı ki, iki nöqtə arasındakı məsafəni hesablamaq üçün proqram hazırla. Bu zaman tətbiq etmək olacaq idi. Çünki mən hər şeyi özüm öz ardıcıllığıma uyğun müəyyənləşdirəcəkdim. Ona görə burada ən uyğun variant C variantıdır. Bir daha deyirəm, əgər mənə hazır verilirsə, düsturdur, yoldur, mənə verilirsə və mən onun əsasında nə isə hesablayıram, tapıramsa, bu anlamaqdır. Yox, əgər mənə sadəcə məsələ verilir, deyir ki, gələ həll elə və mən özüm məsələni oxuyanda müəyyənləşdirməliyəm ki, aha, mən bu filan yoldan, metoddan istifadə etməliyəm, bu zaman tətbiqdir.
Ona görə burada cavabımız C variantıdır. Aşağıdakı fikirlərdən hansısı yanlışdır? Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləməyə və ona vaxtında dəstək göstərməyə yönəlib. Bəli, burada heç bir problem yoxdur. Formativin məqsədi zaten budur, şagirdi olduğu yerdən olmalı olduğu yerə aparmaq. Refleksiya şagirdin öz öyrənmə prosesini təhlil etməsi və məsuliyyəti müəllimlə bölüşməsi üçün əsas vasitədirmi? Bəli. Refleksiyanın məqsədi şagirdin öz öyrənməsini belə deyək, özünü qiymətləndirməsini təmin etmək, özünü təhlil etməyi bacarmaq, nəyi bilib bilmədiyini, belə deyək, qarşı tərəfə, müəllimə çatdırmaqdır. Məqsədli öyrənmə fəaliyyətləri yalnız dərsin sonunda tətbiq olunduqda effektiv nəticə verir. Xeyr. Bütün təlim prosesində, bütün dərs boyunca biz məqsədli öyrənməni həyata keçirə bilərik. Bunun üçün yalnız oturub dərsin sonunu gözləməyə ehtiyacımız yoxdur. Ona görə C variantımız yanlışdır. Əməkdaşlıq əsaslı tapşırıqlar şagirdlərdə həm akademik, həm də sosial bacarıqların inkişafına kömək edirmi? Bəli, edir. Fasilitasiya bacarığı müəllimin şagirdlərə öz fikirlərini sərbəst ifadə etməsi üçün şərait yaratması nəzərdə tuturmu? Tutur. Dördüncü suala baxaq. Algoritmlər və ardıcıllıqlar mövzusunu keçirsiniz. Şagirdlər qruplarda sadə tapşırıq üzərində çalışırlar, lakin qruplardan birinin çaşqınlıq içində olduğunu və irəliləyə bilmədiyini görürsünüz. Onlar sakit oturublar və nə edəcəklərini bilmirlər. Halbuki digər qruplar tapşırıq üzərində rahatlıqla işləyir. Siz istəyirsiniz ki, bu qrupa cavabı birbaşa vermədən, onların özlərini düşündürərək problemi həll etmələrinə yardım edəsiniz. Verilənlərdən bu qrupun öyrənməsini asanlaşdırmaq üçün təklif edilən ən effektiv yanaşma hansıdır? Digər ixtisas suallarının izahında da bu tip sualla biz rastlaşmışdıq. Yəni oxşar tipli sualdır və bu cür formada biz sakitcə həmin qrupa yaxınlaşaraq onlara yönəldici suallar verərək onları yönləndiririk. Yəni bu formada kömək göstəririk. Baxaq, onlara təlimatı yenidən diqqətlə oxumalarını tapşırırsınız və diqqətinizi başqa qrupa yönəldirsiniz. Düzgün məsələ deyil. Onlara məsələnin ilk bir neçə addımını izah edirsiniz ki, başlaya bilsinlər. Bu da düzgün bir məsələ deyil. Digərlərinə qarşı ədalətsizlik olar. Yönəldici suallar düzgündür. Cavablarını dinləmək, ehtiyac yaranarsa köməklik göstərmək düzgündür. Başqa bir qrupdan güclü bir şagird göndərsək, bu onların arasında rəqabətin yaranmasına gətirib çıxaracaq. Bu da düzgün bir məsələ deyil. Bilirsiniz ki, kurikulumda rəqabət qəbul edilməzdir. Bütün sinfin fəaliyyətini dayandırmaq da bayaq da dediyimiz kimi, yəni digər ixtisasda da dediyimiz kimi düzgün bir məsələ deyil. Cavabımız C variantı. 5-ci sual. Müəllim şagirdə suala müraciət eləyir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Komanda lideri olaraq bu vəziyyətə necə yanaşarsınız? Şagirdin hansı cavabı onun güclü ünsiyyət və dəstəkləyici yanaşmaya sahib olduğunu göstərir. Diqqətli oxuyaraq ən düzgün variantı seçmək lazımdır. Şagird onun yerinə mən danışar, vaxt itkisinə yol verməzdim. Bu düzgün ünsiyyət bir bacarığı deyil, çünki digərinin danışma istəyini məhdudlaşdırmış olaram. Şagird ona təqdimatdan əvvəl hazır cavablar verərdim, bu da düzgün bir məsələ deyil. Belə halda həmin şagirdin öz fikri olmayacaq bu. Şagird ona söz haqqı verər, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranır. Bəli, bu əsl ünsiyyəti dəstəkləyən davranışdır. Təqdimatı onun yerinə digər aktiv komanda üzvünə tapşırardım. Düzgün məsələ deyil. Həmin uşağı qapalı düşüncə tərzinə çevirmiş olar bu. Ona sadəcə dinləyici kimi qalmağı təklif edərdim. Bu da düzgün bir məsələ deyil. Çünki əks təqdirdə uşaq növbəti etaplarda da ümumiyyətlə öz fikrini ifadə etməkdən çəkinəcək. 6-cı sual. Siz 6-cı sinif olaraq informatika günü tədbiri keçirmək qərarına gəlmisiniz. Tədbir üçün sizə 150 AZM büdcə ayrılıb. Siz ehtiyacları nəzərə alaraq büdcəni planlaşdırmalısınız. Xərcləri uyğun şəkildə elə tənzimləyin ki, ümumi xərc 150 AZM-dən çox olmasın. Baxın, burada uşağa mən situasiyanı verirəm. Yəni uşaq hazırlamır ha. Sadəcə mən situasiya verirəm ki, tutaq ki, belə bir şey eləyirsən və büdcə planlaşdırmalısan. Necə tənzimləyəcəksən? Yəni qarışdırmayın. Əgər burada olmuş olsaydı ki, məsələn, müəllim uşaqlara tədbir planı hazırlatdırır və deyək ki, hərəyə bir iş verir, birinə də bu işi verir. Hansı inteqrasiya olsaydı, onda biz fənn üstünü götürə bilərdik. Amma bu situasiyada sadəcə informatika və riyaziyyat var. Çünki
Tədbiri təşkil eləmirəm. Sadəcə düşünürəm ki, təşkil eləyirəm və mən necə hesab aparmalıyam bu haqqda düşünürəm. Ona görə D variantımız olacaq burada da. Və bu tip suallarda diqqətli olun. 7. Siz 8-ci sinifə dərs deyirsiniz. Son vaxtlar müşahidə edirsiniz ki, bəzi şagirdlər tapşırıqlardan qaçır, özlərini bunu bacarmaram və mənim üçün çətindir kimi sözlərlə, ifadələrlə məhdudlaşdırırlar. Siz bu vəziyyəti dəyişdirmək, şagirdlərin özünə inamını və daxili motivasiyasını artırmaq istəyirsiniz. Aşağıdakı strategiyalardan hansının tətbiqi bu situasiyada ən məqsədə uyğundur? Deməli, gördüyümüz kimi uşaq qapalı düşüncə tərzindədir və biz onu açıq düşüncə formasına keçirtməliyik. Bunun üçün də biz uşaqlarla nə etmək olar? Çox üzr istəyirəm. Şagirdlərə motivasiya edici videolar izləməyi tapşırmaq lazımdır. Bu ola bilər ki, məsələn, mən tapşıraram, uşaq bunu icra eləməz və yenə də olduğu kimi qalar. Ona görə də A variantı düz deyil. Şagirdlərə uğur qazandıqları və ya yaxşı işlədikləri halları xatırlatmaq, onları bu cür hallar üzərində düşünməyə və özlərini güclü hiss etdikləri anlarla əlaqələndirməyə yönəltmək. Bax, bu düzgündür. Yəni uşağın, yəni əvvəl sən bunu məsələn bacarırdın, belə edirdin, daha təkmilləşdirirdin özünü, daima üzərində işləyirdin. Bunları xatırladaraq onu belə deyək, bir növ yenidən stimul vermək olar. Ən yaxşı nəticə göstərən şagirdlərin adlarını hər dərs elan eləmək rəqabət yaradacaq, düzgün deyil. Dərs zamanı daha çox frontal suallarla iş aparmaq. Frontal sual sadəcə xatırlama məqsədi ilə verilən suallardır və cavab verən şagirdləri də tərifləmək bu düzgün bir məsələ deyil. Çünki biz hal-hazırda günümüzdə daha çox uşağın daha fəal çalışdığı işlərə yön verməliyik. Valideynlərə şagirdin zəif sahələrini vurğulayan hesabat göndərmək və onlardan əlavə nəzarət tələb etmək. Əgər dəfələrlə mən uşaq üçün nə isə edirəm, uşaq icra eləmirsə, dəfələrlə uşaqlarda zəifliklər varsa, o halda valideynlə bu mövzuda danışmaq olar. Amma birbaşa bir belə deyək məsələdən heç mən özüm tək başına uşaqla birlikdə çalışmamış bunu icra eləyirəmsə, düzgün olmayacaq. Ona görə də ən uyğun variantımız B variantıdır. 8. Təsəvvür edin ki, məktəbiniz üçün yeni kompüter laboratoriyası qurmaq planlaşdırılır. Sizdən tələb olunur ki, lazımi avadanlıqları müəyyən edin, onların qiymətini araşdırın və məktəbin ayrılmış büdcəsinə uyğun alqı-satqı planı hazırlayın. Burada da yenə də mən belə deyək də, öyrəndiyim məsələlərdən bu büdcə məsələsidir, araşdırma aparmaqdır. Araşdırdığım bir şeyə əsasən planlaşdırma aparacam. Ona görə də cavabımız olacaq tətbiq etmək. Baxın, bir daha deyirəm, əgər mənə nə isə hazır şəkildə verilirsə, yəni mən araşdırıram, araşdırdıqlarıma əsasında planı hazırlayıramsa, tətbiq edirəm. Heç bir şey yoxdur, tamamilə hər şey məndən asılıdırsa və mən plan hazırlayıramsa, bu zaman yaratmaqdır. Bir şagird dərs zamanı gözlənilmədən ağlayır. Siz ona yaxınlaşanda bildirir ki, evdə ailəvi problem yaşayır və bu onun dərslərinə diqqətini yayındırır. Müəllim olaraq siz necə davranmalısınız? Deməli belə, ən pozitiv cavabı götürmək lazımdır. Hamının problemi olur, sən də dərsə fokuslanmağa çalış, bu düzgün deyil. Əgər bu qədər təsirlənirsə, evdə qalmağın daha yaxşı olar, bu da düzgün deyil. Ola bilər ki, evdə daha da belə deyək də daha da pis vəziyyətə qalacaq. Müəllim şagirdə emosiyalarını ifadə etməsinə imkan vermək və ehtiyac varsa məktəb psixoloquna yönləndirmə məqsədə uyğundur. Bu da düzgün bir fikirdir. İlk başda biz uşağı araşdırmalıyıq ki, görək bu problem nədir? Niyə görə belə bir reaksiya verib və əgər ehtiyac duyuruqsa psixoloqa yönləndirməliyik. Başqa şagirdlərə nümunə olması üçün ona dərsə davam etməyi tapşırmalı. Bu da düzgün deyil. Çünki ola bilər ki, uşaq elə bir emosional durumda olar ki, heç bir formada dərsə davam edə biləcək durumda deyil. Onu dərsdən çıxardın və evə göndərmək üçün valideyni çağırın. Bu da düzgün bir məsələ olmaz. Biz bu cür problemlərdə uşağın problemini anlamalı, ifadə etməsinə şərait yaratmalı və yardım eləməliyik. 10-cu sual. Sinifdə iki şagird arasında sosial mediada baş vermiş mübahisə məktəbdə də davam edir və bu digər şagirdlərə də mənfi təsir göstərməyə başlayır. Valideynlər bu vəziyyətdən narahatdır və məsələni məktəb rəhbərliyinə çatdırıblar. Müəllim olaraq bu problemin həllinə necə yanaşmaq daha məqsədə uyğundur? Deməli, mübahisə edən şagirdləri cəzalandırmaq üçün onların valideynlərinə rəsmi xəbərdarlıq məktubu göndərmək. Bu düzgün bir məsələ deyil. Çünki birinci problemi
Biz belə deyək də, uşaqlarla fərdi şəkildə danışmalıyıq, üzə çıxartmalıyıq və aradan qaldırmağa çalışmalıyıq. İlk başdan elə uşağı cəzalandırmaq üçün bu cür ağır şeylərə ehtiyac yoxdur. Sosial media fəaliyyətinə məktəbin nəzarət edə bilmədiyini əsas gətirərək məsələyə müdaxilə etməməyi seçir. Bu da düzgün bir məsələ deyil. Müəllim şagirdin hər bir durumunda bacardığı qədər yardım etməlidir. Hər iki şagirdlə fərdi və sonra bircə görüşlər keçirir. Onların baxışlarını dinləyir, qarşılıqlı anlayış və empatiya qurmaq üçün dəstək verir. Bu düzgün bir məsələdir. Ümumiyyətlə bu cür mübahisələr zamanı ən optimal variantımız budur. Fərdi şəkildə danış, daha sonra ikisi ilə birlikdə danış, problemləri müəyyənləşdir və həll elə. Mübahisənin daha da böyüməməsi üçün digər şagirdlərə bu barədə danışmamağı və məsələni gizli saxlamağı tapşırır. Bu da düzgün bir məsələ deyil. Çünki belə deyək də, mübahisə olduğu kimi qalacaq. Yenidən onların arasında mübahisə davam edəcək, həll elənməmiş qalacaq. Sosial mediada yazışmaları sübut kimi toplayaraq şagirdlərin ailələrini günahlandırmaq, bu da təbii ki, düzgün bir məsələ olmaz və düzgün ən optimal variantımız C variantıdır. Bu da oldu bizim informatika fənnindən sınağımız. Ümid edirəm hər biriniz üçün anlaşıqlı oldu. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.